Hamza salam dostlar, necəsiz? Səs dördələrimizdən satılır. Kim istəyirsə, ünvan Quba rayonu Susayqışlaq kəndidir. Quba rayonu Susayqışlaq kəndi. Real alıcı WhatsApp nömrəm var YouTube'da. Açıqlama qismində var. WhatsApp nömrəm. Oradan əlaqə saxlaya bilərlər. Aşağı. Düş. Saxlaya bilərlər. Baxın hansılar satılır. Bir o satılmır. Bir də orada gələndə görülən o qəhvəyi satılmır. Geri qalan bir erkəkdir. Bu ağ dişidir məsələn. Pekindir özü. O dişidir. O fərədir məsələn. Bu ana ördəklərdir bu ikisi. Bunun 1 yaşı tamam olmayıb. 10 günə falan tamam olacaq. Bunun 1 yaş 1 aylıq falandır. Bunlar da 5 aylarına dünənləri keçiblər. Və bu fərəmiz artıq neçə gündür cütləşir də. Amma bunda cütləşmə görməmişim hələ ki, bu erkəyimizdir. Cütləşmə görməmişim, nə yalan deyim. Yəni, yaxın zamanda da cütləşməyə başlayacaq. Ana ördəklər 15-dən, 5 aylıqlar da ki 13-dən. Ünvan Quba rayonu Susayqışlaq kəndi. Çatdırılma mövcud deyil. İstəyən gəlib elə ünvanından ala bilər. Ayağın altından çəkil. Ala bilər. Belə. Yəni, ümumi 5-ini də alsaz, biraz cüzi indirim olacaq. Ördəyimiz tük dəyişir, qanatlarını görürsünüz, yoxdur qanatları. Başı da ağarıb, ağara gedir başı da. Bundan bala almaq üçün, heyrətli toyuğum yoxdur deyə, Atax toyuğumuzdan vurmuşam bunu. Atax toyuğu tanımayanlar üçün göstərim. Baxın, bu qara, qırmızı çilləri olur boynunda. Atax toyuğu ilə bundan inşallah dönmə bal alacağım. 2 dənə yumurta qoymuşam dönmə krasnodlarımızın altına. Sonra krasnodlarımızı bu günləri balalarından ayırtdım, səhər-səhər. Balalarından ayırtmışam. Yem vermişim deyə bunlar artıq elə. Bunları yığışıblar. Artıq qalan yemləri yeyirlər. Ana ördəyimiz elə buradadır. Biraz çətin olur bunun üçün. Burada balalarından ayrı qalmaq. Amma öyrəşəcək. Balalarını da göstərim. Balaların yeri də it gününə qoyublar. Səsli ördəklər var əsasında. Səsli ördəklər çox batırır suyu. Baxın. Heyrət xoruzundan Atax toyuğu yazmışam. 2-ci yumurtada. Buna baxdım. Bunda bala var içində. 2 gün olaraq qoyduğum. Amma birinci qoyduğumda toyuğa baxsın. Birinci qoyduğumda amma görə bilmirəm. Çünki yumurtanın qabığı fərqlidir. Amma göstərmir ona görə də. Toyuqdakı imkan vermədiyi ördəyə. Bunun da çıxmağına 10 neçəsə gün qalıb. Bir dənə də toyuq yumurtası var altında, baxın. Bu da təxmin elə bunu çıxartar yəqin ki. Xəbərim olmayıb. Qalıb altında. Mənim də ördəklərim maşallah hamısı olub bir bundan başqa. Deməli, xəbərim olmayıb deyə baxdım, gördüm. 2 dənə vaydı altında. Biri təzə idi, biri artıq 2 günlük falan olardı ki, bala içinə düşmüşdü. Cücələrimizdən danışım. Yem olaraq nə verirəm? Broilerin 2 nömrə yemini verirəm bu cücələrə. Su olaraq da hal-hazırda adi su verirəm. Yəni, dərmanları qatmamışam. Ola bilsin, sabah bunların vaksinləmə vaxtıdır. Çünki bunlar artıq neçə günlükdülər? Təxminən 19-20 günlüklərindədirlər. Artıq biraz 5 gün artıq gecikmişəm. 4-5 gün gecikmişəm artıq. Vaksinlərini eləyəcəm. Bunlar da sağaldılar. Bunlar neçə günlük onu bilmirəm. Astrologlarım da əsas burada. Bunlardan biri öldü ishala görə. Amma sonradan sağaltdım. Artıq 2 gündür deyəsən ishal dərmanı da vermirəm. İshal dərmanı nədir? Yəni nə istifadə edirəm mən? İshal olduqda, yəni qarın getdikdə arxalarında batmalar, yəni nədir batması yaşandıqda bu ishalın əlamətidir. İshal olan heyvanlarda nə verdim mən? Əlimdə var idi, oksitetraskilin paraşoku var idi əlimdə və ondan istifadə edərək 2 litr suya 1 çay qaşığı dozasında istifadə edərəkdən 4 gün bu preparatdan istifadə edib
heyvanların ishallığını aradan kaldırdım. Amma ki təbii ki bir itki yaşadım. Yəni normaldır. Yəni xəstəlik varsa, yəni itki ola bilir. O da astrologlardan idi. Mavi astrologlardan, yəni bozlarından idi. Hal-hazırda 2 dənə mavi astrologum qalıb. O da qara yoxşur, amma ki yox, o da mavidir məncə. Məncə o mavidir. Qaralarımızdan biri də çox pis vəziyyətdə idi. Bu idi bəlkə də elə. Pis vəziyyətdə idi. Hə, elə o. Bu qabaqda görünən qara. Amma ki çox şükür elə bir ki xəstələnən bunlar deyildi. Baxım, əgər ki bunlar şey olsa, sağlamlıqlarında hələ ki görmürəm heç bir şey. Yəni sağalıblar da yəni. Bunları da elə eyni anda vaksin eləmək istəyirəm ki, ikincisini zaten bir neçə gündən sonra alacağım. Ondan sonra almayıb elə bunların vaksini ilə eləyərəm. Bunlarda da 2 gün profilaktik olaraq yarı dozada, yəni 2 gün daha doğrusu yarı müddətdə 2 gün ərzində oksitetraskimin verəcəm və elə bil ki dozanın 3də 2-sin. Yəni məsələn 1 çay qaşığı deyil 2 litr suya. Amma bunlara elə bil ki qatacağam 1 çay qaşığının 3də 2-si. Yəni çünki profilaktik olaraq verirəm. Müalicəvi dozada versəydim, dediyim kimi 1 litrə 2 çay, daha doğrusu 2 litrə 1 çay qaşığı və 3-5 gün müddətində müalicə vaxtı olacaq idi. Buranı bunlar bir pis günə salıblar. Bir bilsəz də oraları göstərmirəm. Səs ördəklərimiz də maşallahı var. 4 ədəd səs ördəyimiz. Ağlardan baxın balacıq alan var ağlardan. Oturdu yerə. Onu da fikir vermişəm el çıxan günündən. Ağzında əyrilik var. Ağzı əyridir. Dimdik, yəni altdan üst tam oturmur. Nəsə əyrilik var. Rəxət sayılırdı o da. Deməli lal ördəklərimiz bu günləri 20 günlükdülər. Səs ördəklərimiz 24 günlükdülər. Yem olaraq nə verirəm? Broilerin yemi verirəm. Yem qabını dəyişəcəm. Daha böyük bir yem qabı qoyacağım. Təbii ki alınma yem qabı deyil. Su qabları da burada da suların görürsüz səs ördəklər olduğu üçün batırıblar. Təbii lal da özü də batırır, amma ki səs ördək ekstra batırır suyu. Dünəndən artıq başlayırdım bunları bayra bir havuz deyəydi. Elə bir yerim var. Torpaqda qazınıb da. Yəni orada bunları üzürəcək, yəni ora buraxacaqdım və yemlərini də orada qoyub orada artıq inkişaf eləsinlər deyə ora buraxacaqdım. Dünənləri ilk günün elədim. İlk gün dedim, yəni bir dəfə bayra buraxmışdım 3 gün bundan qabaq. Dünən də dedim o gündən başlayım. Dünəndən başlayım artıq şey eləyim də hər gün bunları bayra çıxartım. Amma ki bu günləri təsvir olsun, hava soyuqdur, həddən artıq soyuqdur. Və bunları çıxartıb orada çimizdirsəm bunları soyuq olacaq. Anasızlığa heç belə çətinlik yaşamadılar bunlar. Heç analarını axtarmadılar. 1-2 dəfə qışqırdılar, belə yox. Amma səslər elə bir ki daha çox istəyirlər ananı, elə gəldi mənə. Bunları döyən də anadır. Anaların istəyən də bunlardır. Anaları şübhəli. İnkişafları sizcə necədir? 20 günlük lal ördək balaları. Səslər təbii ki normaldır, yaxşıdır. Lal ördəklər təbii ki səslərdən gec inkişaf elədiyi üçün sizcə inkişafları necədir? Məncə bu erkək çıxacaq məncə. Belə daimi suları, yemləri qabaqlarında olur. İndi yenidən bunlara mən vitamin verirdim bunlara. Sonuncu dəfə 4 gün nəsə dəqiqədəndə deyil, tetravit vitamindən istifadə elədim. Yağlı vitamindir. A, D, 3, Y vitamini, B1 vitamini var içində. Sümüklərin bərkiməsində, heyvanların çəki artımında, skeletin inkişafında çox böyük rol oynayır. Bu vitamin. Yemə də qatı verə bilərsiniz. 30-40 heyvana bir xörək qaşığı yemlərinə, yedikləri yemə qatı verə bilərsiniz. Yaxud da ki suya biraz çətin qatır, amma mən suya qatıb 1 litrə 1 qram dozasından verdim. Və yaxud da ki ağzına damcı eləyə bilərsiniz, amma ki tutub bir damcı eləməkdənsə suya qatıb verməyi daha üstün bildim. Dediyim kimi yem də broilerin başlanğıc yemidir. Belə. Məncə inkişaflar da normaldır. Yəni 20 günə, 15 günə, 20 günə artıq quyruqlar da çıxmağa başlayar böyük ehtimal. Cücəmiz gəlib, çıx bayra.
O küncdən çıxırdılar əsasən cücələr, ördəklər falan bayram. Oran bağlamışam. Qaparalı buradan gəlir. Bu ana maşallah çox qəşəng baxır ballara. Bunların ishal olmağına səbəb ana idi. Ana balları soyuğa verdi. Yaxşı isitmədimi, altına salmadımı, neynədi, neynəmədi. Axı səbəbi anada görürəm. Heyratı fərəmizə bir baxaq, görüm. Heyrat fərəmiz də buradadır. Bir neçə günə bu da çıxacaq. 4 günə. 4 günə elə bir şey. 3 günə zaten bu da sürüyə qarışacaq artıq. Xoruzumuz daxil olacaq ora. Bir neçə gündür bu su gələn vaxtı mən ayarlayıb suya çata bilmirəm ha. Ya gec olur, ya tez olur. Neçə gündür bunlar üçün çimmək üçün su ala bilmirəm. İçmək üçün gətirib su tökürəm, amma çimmək üçün bunlara su ala bilmirəm. Burada bir vedrə, 2 vedrə tökürəm ki, biraz özlərin islatsınlar. Bugün də hava sərindir, bayaqdan da elə göy qurulduyur. Video çəkəndə səs kəsildi. İldırım çaxmır. Baxın, nə qəşəng ördəklərdir. Bu qəhvəyin çıxmaq şərti ilə baxın bu üçü. Bir də bu analar. 5 satılır. İndi qışda istəyirəm bu ata induşkadır. Sonra bir dənə də erkək induşka var. Bu ikisini satım. İkisini qışda satım istəyirəm. Yəni dediyim kimi 5 aylıq çəkil. 5 aylıq ördəyimiz cütləşməyə başlayıb. Yəni bir neçə aya, yəni yumurtaya başlayacaq vəziyyətdədir. Həmçinin ana ördəklərim də bu balalarından ayırtıb atmışam. O yumurtadan durğuzmuşam. Yaxşı yatmadığı üçün, həm altında yumurta olduğu üçün. Yəni hər ikisi də cütləşirdi. İndi nə vaxt yumurtayar onu yalan deyərəm. Yəni belə. Erkək ördəyimizi dünənləri ölçdüm. Elə belə maraqlı gəldi. Çəkisi 3,5 idi. 3,5 qalxıb çəkisi. Qanatlarını da töküb. Daha doğrusu gördüm qanatlarını tökür. Yarıya kim gəlmiş qanatları, yarıya qalmışdı. Yarısını mən tökdüm, qopartdım. Belə. Sağ olun, salamat qalın. Neçə gündür video gəlmirdi. Kanalıma abunə olmağı unutmayın. Belə videoların ardı gələcək bu kanalda. Abunə olub videomuza like ataq və bildirim tuşuna basaq ki, videolar hər daim videolarımız gəlir. Və bu videoların gəlişindən sizin xəbəriniz olmağını istəyirsinizsə, bildirim tuşuna basın ki, videolar gəldiyi zaman ilk öncə sizin xəbəriniz olsun. Bu qədər. Dediyim kimi kanala abunə olaq, zəhmət olmazsa videonu dost tanışla paylaşsanız daha da yaxşı. Ondan sonra kanala da abunə olaq ki, kanalımız böyüyür. Gün-gündən kanalımız böyüyür. Nə qədər dəstək olsanız, o qədər kanalın inkişafı üçün yaxşıdır. Və mütəmadi olaraq da canlılarımız olur. Canlılara da qoşulanlar, yəni canlılara gələnlər də çox olur. Videoların gəlmə səbəbi ilə əsasən canlı idi. Canlılara daha üstünlük vermişdim. Bu neçə gündür. Və artıq dedim video çəkim. Artıq abunəçilərimdən gördüm ki, video çəkməyimi istəyənlər çoxdur. Bu qədər. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Gələn videolarda inşallah görüşmək ümidi ilə görüşərik. Hələlik.